Hər birinizi salamlayıram. Bu video daha çox öz həyatımla bağlı olacaq. Yəni hazırda son günə bu aralar fərqinə vardıqlarım, bunları bölüşəcəm sizlərlə. Bu videonu ona görə çəkirəm ki, elə bilməyəsən ki, sən təksən. Çünki bunu bilməlisən ki, şəxsi inkişafa başlayan və ümumiyyətlə bu yolda olan bir çoxumuzun bir növ keçdiyi periodlardan biridir. Bir neçə gün əvvəl bunun fərqinə vardım ki, mən kitab oxumadan, təlimlərə qatılmadan, ümumiyyətlə şəxsi inkişafla bağlı nəyisə baxmadan, bir şey etmədən özümü çox yetərsiz və tək hiss edirəm. Yəni həmin bu hisslərdən qaçmaq üçün və eləcə də özümə o qədər əziz və doğma bilirəm ki, kitablarım olsun, dərslərim, dərs videolarım olsun, fərq etmir. Bunların hamısını o qədər bir növ özümün bir parçası kimi, bir ailə üzvüm kimi hiss edirəm və ona görə də onlarsız sanki özümü çılpaq, yalqız və heç nəsiz hiss edirəm. Bunun fərqinə vardım. Bu bir qədər bir növ ağır və acı bir fərqindəlik oldu. Amma qeyd etməliyəm ki, böyük ehtimal ki, bəlkə də sən də bunları yaşayırsan. Və şəxsi inkişafa başlayan bir çox gənclərdə ümumiyyətlə bir şey də görürəm ki, ya həddindən çox müqavimət göstərirlər, ya nə istədiklərini bilmirlər. Ümumiyyətlə bəziləri var ki, çox müqavimət göstərir. Yəni belə deyək də, nə tam olaraq bu inkişaf yoluna girə bilmir, nə də tam olaraq belə deyək də, bəzən mənim kimi də burada olmadıqda özünü boşluqda hiss edir. Və ümumiyyətlə uzun müddət belə deyək də, mənim də müəyyən fobiyalarım olub, müəyyən belə deyək də, insanlardan izolasiya etməyə çox sevirəm. Ümumiyyətlə belə təkliyə çox meylli insan olduğum üçün, necə deyirlər psixologiyada, introvert biri olduğum üçün çox da belə deyək də, özümü dərin hiss etmədiyim, dərin olmayan, özümü rahat və yaxşı hiss etmədiyim və səmimi ola bilmədiyim münasibətlərdə və insanların əhatəsində olmağı seçmirəm. Bu mənim bir qədər seçiciliyimdən də irəli gəlir və eləcə də ümumiyyətlə bəzi hallarda isə insanları özümdən də ayırd edirdim. Yəni ayırırdım. Sanki düşünürdüm ki, yəni kitab oxumayan, öz inkişafı ilə məşğul olan insanlar çox mənasız, nə bilim, sanki boş insanlardır falan. Bu kimi yargılarım, ön yargılarım var idi və daha sonra isə artıq mən bu ön yargını atdıqca və insanlarla həqiqətən də səmimi, qəlbdən bağ qurduqca gördüm ki, bu belə deyil. Yəni hər bir insan bizim müəyyən bir tərəflərimizi əks etdirir və ümumiyyətlə hər insanın da özünün dəyərləri olduğu üçün və normal olaraq yəni elə insanlar var ki, onun üçün şəxsi inkişaf, tutaq ki, kitablar, təlimlər deyil, başqa bir şey ola bilər. Yəni dolayısıyla burada dəyərlər məsələsi də çox önəmlidir və dəyərlər məsələsi artıq bir il müddətdir ki, mənim həyatımda olduğu üçün bunu daha dərindən hiss eləyə və bir növ fərqinə vara bilirəm. İnsanları görə bilirəm. Bu mənim üçün çox həm rahatladan, həm də ki, genişlədən ümumiyyətlə bir şeydir ki, insanlarla daha yaxşı şəkildə kontakt qura bilirəm. Yəni bunları ona görə sənə bölüşürəm ki, elə bilməyəsən ki, bir psixoloqun, bir koçun, mütəxəssisin hər hansı bir problemi yoxdur. Yəni belə bir şey yoxdur da. Hər birimiz həyatın içindəyik, həyat axır və yəni neçədə hər birimizin müəyyən bir yaşanmışlıqları var, keçmişi var, yaraları var və dolayısıyla mən də bu bir növ belə deyək də, sistemin bir parçasıyam. Dolayısıyla mənə də bu kimi məsələlər var. Və çox belə deyək də, çətin bir fərqindəlik olsa da, bir qədər mənə boşluqda hiss etdirsə belə ki, hansı ki, mən yəni belə deyək də, üzləşmə şeyinə qaldım. Bunu əslində bunu mən bir danışanımda görmüşdüm və düşünürdüm ki, bu məndə də var. Çünki məni biraz təsirləndirmişdi.
Məsələn, ümumiyyətlə bir şeyin səndə olub olmamasını bilməyin üçün hisslərinə bax. Sən nələrsə tətikləyirsə, o səndə var böyük ehtimal. Amma nələr ki, məsələn, çox da vecinə deyil, yəni səndə hər hansı bir hiss oyatmırsa, o səndə deyil. Yəni sənə aid deyil də. Yəni sən onu ya sağaltmısan, ya da ki, ümumiyyətlə o sənə o səndə bir növ özünü göstərən, səndə hər hansı da bir iz buraxan bir şey deyil. Bu belə. Bunu bir danışanda fərqinə varmışdım və daha sonra da özüm də artıq belə deyək də bunu daha dərin şəkildə yaşadım və başa düşdüm ki, həqiqətən də belədir. Və bir çoxumuzda bunlar olur. Yəni özümüzü bir növ ancaq şəxsi inkişafda olan biri kimi tanıtdığımız üçün ona görə də qorxuruq. Sanki digər kimliyimiz bizə çox mənasız gəlir. Digər kimliyimiz sanki necə deyim, özümüzdən ayırd edirik, özümüzdən ayırırıq və belə olduqda, yəni sanki həqiqətən də özümüzdən ayrılmış, parçalanmış şəkildə hiss edirik. Amma bəli, yəni yetərsiz hiss etmək nə deməkdir ki? Yəni yetərsiz hər birimiz zaman-zaman yetərsiz hiss edə bilirik. Hər birimiz yəni bir növ hər şeydə bilmək məcburiyyətində deyilik, bilməli deyilik, bilməyəcəyik də bir çox şeyləri. Yəni hər kəs öz dəyərlərinə uyğun məsələləri daha yaxşı bilir. Dəyərlərinə uyğun və eləcə də təcrübə etmiş olduğu məsələlərdə, mövzularda daha yaxşıdır yəni. Belə. Və ona görə məsələn bunu demək istəyirəm ki, özünü çox da müqayisə etmə. Özünü bəzən sadəcə yəni heç nə etmədən belə, yəni sadəcə öz kimliyinlə qalmağı bacar. Bu çox önəmlidir həqiqətən və belə deyək də, özünü tanımağın üçün, özünə şans verməyin üçün, eləcə də ətrafını da genişləndirməyin üçün bu çox önəmlidir. Bir çox hallarda biz düşünə bilirik ki, yəni kitab oxumayan, nə bilim, tutaq ki, nələrsə etməyən bir insan böyük ehtimal ki, boş bekar insandır. Bu belə olmaya bilər. Yəni hər kəsin belə deyək də dəyərləri dediyim kimi fərqli olduğu üçün, yaşanmışlıqları fərqli olduğu üçün, dolayısıyla hər kəsin maraq dairəsi də fərqlidir. Və biz hər bir insandan öyrənə bilərik. Yəni məsələn mən hazırda həyatımın elə bir periodundayam ki, uşaqlardan belə, heyvanlardan belə, nə bilim baxdığım film olsun, oxuduğum kitab olsun, həyatımdakı bütün insanlardan, hansı ki elə insanlar var ki, mənim həyatımda çox dərin bir növ iz buraxmır və ya da ki, belə deyək də, çox da dostluq qurduğum, belə çox yaxın ailə üzvüm deyil, amma hər bir halda onunla kontaktda belə nəsə öyrənə bilirəm, yəni. Artıq buna icazə verirəm ki, okey, mən səni görə bilirəm, mən səni görürəm. Bu o qədər önəmlidir ki, yəni hər bir insan ümumiyyətlə olduğu kimi, yəni qalmaq, olduğu kimi sevilmək, görülmək, duyulmaq istəyir. Yəni bu hər birimizin istəyidir və hər birimizin haqqıdır eyni zamanda. Dolayısıyla bu çox önəmlidir. Yəni biz nə qədər ümumiyyətlə insanlara qarşı ön yarğılı oluruqsa, insanları özümüzdən ayırırıqsa, həm özümüz parçalanmış oluruq bir yerlərdə, həm də ki bir növ o insanla münasibətimiz, o insanlarla, ümumiyyətlə insanlarla münasibətimiz çətinləşir. Bir çox hallarda mən insanlarda bunu görə bilirəm ki, ancaq mənim istədiyim kimi insanlar olsun. Bilim, ya da ki bir insan, həyatımdakı insan mənim istədiyim kimi olmalıdır kimi bir növ ön yargı, bir illüziya var. Belə bir şey yoxdur. Yəni heç kim bizim istədiyimiz kimi olmayacaq. Bizim istədiyimiz kimi olmaq məcburiyyətində də belə deyil. Çünki hər kəs öz yolunu yaşamaq, özünü yaşamaq, öz dəyərlərini ortaya qoymaq, yaratmaq və özü olmaq üçün gəlib bu dünyaya və hər kəsin özü olmaq kimi bir şansı, haqqı var. Və bu anda yəni biz o insanın onu alırıqsa, özümüzdən də almış oluruq. Çünki özümüzdə olan parçanı görmürük. Yəni o insanı o qədər özümüzdən ayırd edirik ki, belə olduğu təqdirdə özümüzü görə bilmərik. Yəni bir insan özü ilə əgər dərindən bir münasibətdə deyilsə, hissləri ilə kontaktda deyilsə, qorxularını başa düşüb bunlara həqiqətən də onları görməyə icazə vermirsə, qorxularının olmasını normallaşdıra bilmirsə, ümumiyyətlə, normal olaraq çətin olur o insana başqa insanlarla ünsiyyət qura bilmək, başqa insanlarla empatiya qura bilmək. Yəni bunun üçün əvvəla mən düşünürəm ki, insanın özünü anlaması çox önəmlidir. Belə.
Yəni zaman-zaman ümumiyyətlə belə tək hiss etmək, yetərsiz hiss etmək çox normaldır. Bəzən hər birimiz boşluqda ola bilirik, bəzən hər birimiz depressiv ola bilirik, depressiyada ola bilirik. Hər birimizin bir növ keçməli olduğu, öyrənməli olduğu məsələlər var. Yəni bu həyatda onun üçünük və lazım olan periodlardan keçirik, lazım olan, həqiqətən ehtiyacımız olan məsələləri yaşayırıq, ehtiyacımız olan insanlarla bir növ münasibətlər yaşayırıq. Bu bəzən pis və ya yaxşı hiss etdirə bilər, bəzən bizə ağır gələ bilər ki, mən necə bu insanla, yəni mən münasibətdəyəm də, axı mən bu insana layiq deyiləm. Kimisindən düşüncələr də ola bilər. Bunlar hamısı çox-çox normaldır. Belə, yəni mən məsələn özümə şans verdim ki, okey, mən bəzən boş bekar da ola bilərəm. Yəni heç bir şey etmək məcburiyyətində deyiləm. Həqiqətən də özümü, öz iç səsimi duymaq üçün. Çünki bir çox hallarda bununla elə bil ki, bunu yəni belə deyək də, həddindən çox inkişafa da başımız qarşıdıqda öz iç səsimizlə duymaqda çətinlik çəkə bilirik. Özümüzü duymaqda, öz qorxularımızı görməkdə və bəzən də insanlara sanki yer verə bilmirik. Yəni insanlarla münasibətdə dərinləşməkdə daha çox məsələn özümüzlə olmaq, tək olmaq o qədər bizim komfortumuza çevrilir ki, bir yerdən sonra insanlarla ünsiyyət qurmaq daha çətin olur. İnsanlara yer vermək, yer tanımaq, həqiqətən də o alan tanımaq deyilən bir şey. Yəni belə bölüşmək istədiklərim bunlar idi. Bunlar mənim fərqindəliklərim və son yaşadığım şeylər idi ki, bunları sənə bölüşdüm ki, sən özünü tək hiss etməyəsən, sən düşünməyəsən ki, yəni hər şey mükəmməldir, yəni. Kənardan hər şey mükəmməl kimi görünə bilər. Bir çoxumuz ümumiyyətlə sosial mediada çox yaxşı şeyləri göstəririk. Hər birimiz buna meyilliyik. Amma bu o demək deyil ki, həyat yəni həmişə mükəmməldir. Yox, həyat həmişə mükəmməl deyil. Həyatın içində hər şey var. Və həyat belə daha gözəldir məncə. Yəni rəngarəng. Belə bölüşmək istədiklərim bunlar idi. Deyirəm sənə çox-çox faydası olar və özünü yargılamaq, özünü incitmək əvəzinə, özünü başa düşməyə, özünlə daha həqiqətən də belə deyək də anlayışlı və dostyanə münasibət qurmağı öyrənərsən, belə videonu əgər bəyənmiş olsan, kanalıma abunə ola bilərsən, videonu bəyənib öz rəylərini də bildirə bilərsən. Belə, hələlik.